Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün Xırdalanda əla bir yerdə Heydər Parkı ilə üzbəüz 17 mərtəbəli yaşayışlı binanın 13-cü mərtəbəsində ümumi sahəsi 57 kvadrat metrdən ibarət olan 2 otaqlı, əla təmirli, super təmirli və kub səsəlində olan mənzil çəkib sizə təqdim edirəm. Deməli əziz dostlar, bura mənzilimizin giriş hissəsidir. Sef, qapı, metlaq olan hər bir hissə istipoldur. Girişdə solda sanuzer, geniş sanuzeri, bütün aksesuarlar quraşdırılıb, duş kabinanın yeri nəzərdə tutulub. Həqiqətən ideal bir variantdır. Bina tam yaşayışlı binadır. 2 sürətli lift, qaz, su, işıq, internet xətti binada daimidir. Burada isə geniş və işıqlı yataq otağı, təmirə söz yoxdur. Bu yataq otağından balkona çıxış var. Geniş, belə bir tam təmirli balkon hissəsi. Xırdalanın qeyd etdiyim kimi tam mərkəz hissəsidir. Burada isə mənzilimizin geniş və zövqlə təmir olunmuş belə bir qonaq otağı. Sol hissədə divara TV stent yığılıb, lüstrlər, pərdələr asılıb, divarda lüstrlər. Və qeyd etdiyim kimi kubçalıdır, kubça götürülüb, tam hazır vəziyyətdədir. Burada isə mətbəxə keçid var, geniş belə bir mətbəxi. Metlaq olan qeyd etdiyim kimi hər bir hissə mənzildə istipoldur. Və buradan balkona çıxış var, həm mətbəxdən, həm yataq otağından balkona çıxış var və təcili satılır. İlkin qiymət 109.000 manatdır. Bu da son deyil. Real alıcıya təbii ki, mənzilə baxdan sonra indirim olunacaqdır. Sizin də satışda mənziliniz, mülkünüz varsa bizimlə əlaqə saxlaya bilərsiniz. Tez bir zamanda satışına nail olarıq. Kanala abunə olun, videolarımızı bəyənməyi unutmayın. Bizi izləməkdə davam edin. Sağ olun, təşəkkürlər.